şükür olsun ki bu günləri də ömrümüzü verdi, bir ömür verdi bu gözəl qış gününə, soyuq şaxta günə ki 16-17 dərəcə sıfırın altında bir havadır və yel ilə bərabər 22-23 dərəcə sıfırın altındadır. Hər yer donubdur, nə deyirlər, bir qəşəng günə başlayır eyni halda. Yəni qalıbdır ki, hangi pəncərədən baxaq dünyaya, məncə indilikdə feylən türk dünyasından baxıram pəncərəyə, türk dilindən baxıram pəncərəyə və türk uyğarlıqlarından baxıram bu pəncərədən eşiyə baxıram. Onun üçün də mənə xoş gəlir. Umarım ki, sizlər də bu ləzzəti dadasınız. Gedək görək bu günləri dədələrimiz öyrəndiklərin, iktişafların, anlayışların, görüşlərin nə cür və hangi bir kəpsulla zaman içində səfər edərək bizim əlimizə yetiriblər. Görək ki, nələr deyiblər. Dünən bir irfani kitab açdıq. Divan-ı Nəqşi adında. Bu divana dedik Nəqşi kimdir deyə sorduq və dedi ki, Nəqşi şeirlərindən belə anladıq. Bu Hurufiyyə məktəbinə bağlı bir böyük alim olacaqdır. Axtardıq o üzvüz, bəlli oldu ki, bəli, Hurufiyyə məktəbinə bağlı bir böyük alimdir. İbrahim bəy əfəndi ya İbrahim bəy ki, bu indiki Rumani ilə Ukrayna arasında olan Karaman ya Akraman bölgəsinin orada doğulubdur. Ehtimalən Teymuri Ləng, Teymurun dövründə ki, Bəğdadı alıbdır. Bu, Bəğdadın hadisəsini görübdür, oranı görübdür. O zaman Bəğdad Qaraqoyunların əlində idi və bunlar da, yəni bu Hurufiyyə məzhəbinə, məzhəb deməyək, düşüncəsinə, anlayışına, baxışına, görüşünə, o Hurufiyyə görüşünə bağlı bir şəxs imiş və onların azadlıqları orada var imiş. Çox gözəl, dərin bir kitab idi. Mən deyirdim ki, bu bəlkə Nəsimi Həzrətlərinin olar, Allah Teala hər ikisinə, hamısına rəhmət eləsin ölənlərin. Amma gördük ki, yox, bu Nəsiminin deyil, bəlkə adı orada şeirlərin sonunda Nəqşi deyə keçir. Gedək görək bu günlərə hangi kitab açdıq? Bu gün iki kitab açdıq. Birinin adı İman-ı Təfsili ki, 39 səhifədə, yəni xududən deyək 80 səhifədə və ikincisi isə Tərcümeyi Siraciyyə. Sirac özü çıraq anlamındadır, amma görək ki, burada nə deyəcək daha? Kitabın adını Siraciyyə qoymuşmuşlar. Əvvəl bu kitabın, bu İman-ı Təfsili dediyimiz kitabın kağızına baxaq, kağızın əksinə baxaq, görək nə cürdür. Görürük ki, bir nəzərə gələn bir qardon üstünə parça çəkilibdir. Qırmızı parça, biraz açıq qırmızı, biraz da düm qırmızı ya tox qırmızı. Bunun şirazəsi, o yer ki, kitab bağlanır səhifələr bir-birinə dağılmasın. Ora şirazədir, ora tox qırmızı və bu birisi tərəf qırmızı. Kitab təmiz qalıbdır. İçinə baxırıq, görürük, su gəlib bu kitabın içinə. Kamil başdan başa səhifəsində, birinci səhifədə görürük, amma cildidə suyun əsərin görmürük. Bu kitab Süleymaniyyə kitabxanasında saxlanır İstanbulda, Fatih məhəlləsində. Bismillahirrahmanirrahim ilə başlayıbdır. Çox bir, bunu kəsif saxlayıblar. Vaqiyyət budur ki, çox kəsif bir kirli od düşüb üstünə deyə bilərik, yemaq düşübdür. Çox da elə bunu çox da işlədiblər, yəni çox işlənən bir kitabdır. Kitab belə görünür, bəlkə şeir şəklində yazılmış olar. Bunun əvvəldən o cür görünür. Qıraqdakı yazılar, yəni oxuyanlar bunu elə o qıraqda çox öz xəttləri ilə götürüblər buna şey yazıblar. Bəzən də qatışıbdır bu şeirə, yəni şeirin içində də belə deyə bilirik ki, yazılar yazıblar. Ona görə bunu ayırmaq ki,
əcəba bu əlbəttə zahirən Asim deyə belə bir şey var. Görərik nədir bu? Mən bir ləhzə Asim Ərdəbili yadıma düşdü, amma kitaba bu cür baxırıq, çox bir gözəl xətti var. Yəni getdikcə səfhələrə o ya əl qıraq yazılar azalır, oxucuların yazıları azalır və kitabın özü biraz çoxalır. Biz bunu görürük, təmizləşir. Əlbəttə dedim, o pıntılıq, o kirli saxlamaq, əlin kirin, yemağın, əli məsələn ət yemişmiş, yağlı bir şey yemiş, barmağın ilə sürtüb o cüsü səfiyyə, məsələn səfə yağlı qalıb, məsələn. Bu səfə niyə yarımçılıq qalıbdır, onu bilmədik ki, bu bizə iman-ı təfzili buradan başlayır. Buradan nə başlayacaq? Ehtimalən bu 2, 4, 6, 8 səhifə, hətta 9-cu səhifədə bir müqəddəmə kimi olacaqdır. İman-ı təfzili buradan başlayır. Görək, bu da elə şeir ilə davam edir. Bəyanül məktəb, bəyanül rusul. Bunlar qırmızı xətt ilə yazılıb bəzisi, bəzi kəlmələrin üstünə, başı üstünə qırmızı xətt çəkibdir, bəzi və tüm, bir də qeydim buna əvvəldən baxım, belə nəzərə gəlir ki, birinci bölümdə hərflərin və kəlmələrin səslərini qoymayıbdır, amma ikinci bölümdə imanı təfsiri dediği yerdə hər bir kəlmənin, hər bir hərfin səsini qoyub standart edib, yəni erab qoyubdur. Ərəb dilicə desək. Kitab çox bir gözəl xətt ilə yazılıbdır. Niyə gözəl? Hanki nə ilə ölçürük gözəlliyi? Çünki gözəl bir şey ki, mənə gözəl ola, mümkün birinə çox çirkin ola. O şey ki, mən gözəl deyirəm, kitabda özəlliklə onu oxuya bilməyim, rahat oxuya bilməyim, onunla anlaşa bilməyim, onu görüm o nə deyir, onunla mən anlaşa biləm, fikir alverib eləyə bilək, buna mən şey deyirəm, gözəl deyirəm. Yoxsa o şey ki, mənim gözümdə, mənim anlayışımda gözəl ola bilər, bir adamların gözündə çox gözəl, birinin gözündə əsla gözəl və birinin gözündə olmaz və birinin gözündə çox çirkin ola bilər. Bu, insanların ruhiyyələrinə, baxışlarına, anlayışlarına, duyğularına, təcrübələrinə, əllərindəki olan imkana bağlıdır. Gözəlliğin bir mənası, əlim mənim nə qədər bir şeyə çatır. İnsanların əlləri çatdığı qədər gözəl görərlər. Əlləri, imkanları çatmadığı gözəl olmaz. Çünki dünya gözəl olsun, mənim olmayandan sonra, mənim imkanım olmayandan sonra bunun bir anlamı yoxdur. Zahirən burada dini məsələləri şeir ilə deyibdir. Belə adlara baxanda, məsələn, bəyan-ı vacibat-ı namaz, namazın vacibləri nədir? Bəyan-ı səzdə-i təlavətdir, nədir? Belə bir şeydir. Məsələn, bəyan-ı əl-mənhiyyat, onlardan ki, nəhy olmuşuq. Məsələn, burada görürəm bir şeir yazılıbdır, bir beyt yazılıbdır. Beytin başa-başdan üstünə, nə başının üstünə? Üstünə xətt çəkilib ki, yəni bu qələtdir. Əcəba bunu kim yazıbdır belə üstünə xətt çəkib? Bu xətti çəkən kimdir? Şairdir, yoxsa oxucudur, yoxsa nəssaq, yəni o adam ki yazıbdır. Burada bir şey də mənim diqqətimi çəkdi özünə. Kitabın ortası, yəni Şirazəsində bu səhifədə görürəm, buracan diqqət eləməmişdim. Kitabın ortası cırılıb, bunu bir dənə ayrı kağızla başdan başa qəşəng düz kəsiblər, yapışdırıblar. Bu birisi üzündə də o görünür, bu birisilərdə yoxdur. Kitab dediyim kimi 39 səhifə PDF-də 39 səhifə görsənir. Niyə ki, hər PDF-in bir səhifəsi kitabdan 2 səfənin əksinə. Bu səhifələrə gəlmişik, bunlarda təqribən ya oxumayıblar, ya da oxuyublar da nəzər yazmayıblar. Bir nəfər burada yazıbdır ki, yenə burada görürük ki, su gəlibdir kitabın bir sətirlərini qatıb bir-birinə, amma burada ortada 2 misrə, yəni bir beyt yazılmışmış, bir nəfər onu suyla qəşəng beləsi silibdir, aradan aparıbdır. Bu da bəlli ki, bu sonradan ola bilər.
öncədən ola bilməz. Bu, o görsənir beləsi bir vəziyyət. Kitabın sonlarında suyun kitaba gəlməsini çox görürük. Bu kitab zahirən və imanı təfsili deyə çox əhkam-ı din əhkamına bağlıdır. İndi bunları mən bir neçəsinin adını deyərəm. Dostlar da bunları görər. Kitabın sonuna gəldik. Umarım ki, mən buradan bir tarix tapam və bu kitabın heç olmasa tarixini görək ki, əgər zövci bəyan-ı izhar, əgər zövci zövcəsin bil cümlədən ya cümlədən təbir olan üzvin və ya bir cüz-i şayi-i rəb-i kibi və ya nisfin məharimdən nəzər haram olan yerə eyləsə təşbih təharətdə nə? Təharatdən bunun kəffarəti kəlsumi sana tənbih buluği əqli İslam zövcdə olmaq şərt izhar etsə bila kəffarətin məmnu təmtəiddunə murad etsə. Elhamdülillah Rabbil Alemin. Axirində heç bir şey yoxdur. Bir dəlil yoxdur bu kitabın tarixi haqqında. Gedək əvvələ görək ki, nə yazıbdır. Bir nəfər burada türkcə, ərəb-türk əlifbası ilə yazmağa çalışırmış. Bu kitabı alanlardan biri, bunu görürük. Burada kitab birinci səhifədə Bismillahirrahmanirrahim. Kərim ol zülcəlal sifati zati alidir. Həkim ol zülkəmal Allah əbəsdən fiili xalidir. Salat olsun Həbibinə o xətmil mürsəlin oldu. Dəxi əshab alinə bular dinə muin oldu. Bunlardan sonra bil inan sana izzət yox imiş can. Bunlardan sonra bil inan sana izzət yox imiş can. Bülübsən ilm-i halini əgər itmaz isən inan. Etməz isən həman etməz. İtmaz isən iman. Sənin qolun dəxi, feilun dəxi, xulqun həm etiqadın. Sənin qolun, qol söz. Sənin qolun dəxi, feilun işlərin, o işləri görürsən. Dəxi xulqun, əxlaqın, rəftarın, davranışın. Xulqun, həm etiqad və düşüncələrin, anlayışların. Mübahidur ya haramidur, ol ya məkruh eyləmə mu'tad. Mübah pak deməkdir. Ya haramdır. Haram yəni deyiblər ki, bu işi görmə. Yəni təhrim olubdur. Məsələn, İran təhrim olub şeydən, o haramdır. Məsələn, bunları əl vurmaz. Ya məkruhdur. Məkruh şeydir ki, haram deyil, mundar da deyil, vəsətdə əl vura bilərsən, vura da bilməzsən, o qalıb sənin sevdiği və sevməmədiği var. Eyləmə mu'tad. Mu'tad adət tapmaqdır. Deyir ki, o hər nə mənə ki vardır, bunlara mu'tad olmacına, ehtiyat tapmacına. Ya fərzüdür ol, ya vacibdir, ya istihbab və ya məsnuna. Ya fərzüdür, ya fərzdir ol, ya vacibdir, ya istihbab və ya mənsux, ehtimalən mənsun yazıb bunu, mənsun nə deməkdir? 7 oldu fe'li muxtarun dəcül isə səbi məcnun. İndi burada üstdən dedikləri ki, sənə qolu, fe'lu, xulqu, etiqad, mubahu, oldu orada 4 dana. Mubahu, haramu, məkruh, bu 3 dana oldu 7. Ya fərzidir bu 7 dana, ya fərzidir ol, ya vacibdir, ya istihbab və ya mənsun.
məs'un ehtimalən bu bilmirəm nə deməkdir. Gedək Google-dan bunu soruşaq ki, məs'un nə olar? Məs'un məsnun əvvəl yazaq, görək ki, məsnun nə deməkdir? أهلا بك كلمة مسنون في اللغة العربية تحمل معان متعد حسب السياق الذي تستخدم فيه وإليك أبرزها المعني الديني السنة النبوية هذا هو المعني لأكثر شيوعا ويقصد به ما ثبت عن النبي صلى الله عليه وسلم من قول أو فعل أو تقرير. Tamam, bu məsnun, sünnət. Fərz ilə vacibin hangi fərqləri var deyə soruşaq. Şurası yadımda qalmayıbdı, bunu bir neçə gün öncə oxumuşduq, önəmlidir. Niyə bu davam etmir? Mənə bir sual yeridir. Görürüm bu şeydə işlir, yoxsa işləmir, işlir. Tamam, bu axtarsın bunu. O zaman da biz yazdı. Bu çox maraqlı. Tamam. Bu fərqlər bu çox maraqlı və incə bir hüquqi dini sualdır. Hənəfi məzhəbində fərz ilə vacib arasında ciddi bir fərq var. Halbuki din digər məzhəblərin çoxunda, məsələn Şafiilərdə, Şiədə bu ikisi eyni mənada daşır. Pəs Hənəfi məzhəbinə bağlıdır. Təəssüflə biz də Şiədən gəldiyimiz üçün, həm də İran Fars Şiəsindən gəldiyimiz üçün ad da düz qoyublar, yəni millətçilik. Bu fərq ilə belə sadələşə bilər. Sübut baxımından dəlil. Fərz qəti və şübhəsiz dəlillərlə sabit olub. Yəni Quran-Kərimin açıq ayələri və ya mütəvatir hədisləri ilə buyurulub. Misal, 5 vaxt namaz, Ramazan orucu. Vacib zənni, güman edilən dəlillərlə sabit olur. Tamam, bu iki dana bizə görər. Birinin dəlili hətmidir, qətidir, amma bəzisinin dəlilində şəkkimiz ola bilər. Zənn edirik, yəni bilmirik vaqən o dəlildir ya yox. Amma şeydir. İndi bunlara misal da vurur, amma vətr namazı, qurban kəsmək filan bunlar məsələn deyir ki, bilmirik. Tamam. Gedək ora. Biri fərzidir, biri vacibdir, biri istihbab. İstihbab müstəhəbbidir. Yəni yaxçıdır ki bu işi görəsən. Və məsnun sünnət. Sünnətdən gələn. Yəni sünnət nə deməkdir? Sünnət də bu məzhəbdə Həzrəti Muhammed sallallahu aleyhi və səlləmin davranışına sünnət deyirlər. Həzrəti Muhammed sallallahu aleyhi və səlləmin sünnəti hardan gəlir? Toplumda yaygın olan və Həzrəti Muhammed onları işə tutduğuna deyirik sünnət. Məsələn, su yoxdur Ərəbistanda deyək. Həzrəti Muhammed indi əl-ayağı nə cür yuyur? Elə o zaman dədənənəsi, qonşuları, familləri, həmşəhriləri nə cür yuyurdular? O da o cür yuyur. Yəni bir ayrı cür yumaq sistemi yoxdur ki. Su yoxdur, su azdır. Orada o az suyu ilə biraz çox özlərin daha təmiz saxlamağa çalışan bir sistemdir. Əgər Maleziyadə, Endoneziyadə olsaydı Həzrəti Muhammed, yumaq sistemi fərq elərdi. Mümkün deyildi ki, gündə 5 dəfə suya şişə vurur, məsələn. Çünki Ərəbistanda yox idi bu. Elə ondan öncə də, məsələn, bu Batılıların filmlərində müsəlmanları ya bəzi millətləri görsədə, əski millətləri ki, məsələn, bir dana ləyəndə su gətirirlər, hamı fındırır içinə, əlin yuyur ona, hamı onu edir. Yəni ondan götürür o şeydən, pis mındar şeydən.
O halda ki görürük Həzrəti Məhəmməd 1400 il bundan qabaq o susuz çöllərdə məsələn gündə 5 dəfə əl-ayağını yuyacaq, qolunu yuyacaqdır. Bunlar ayaqlarını yuyur, üzün yuyur, başına əlini çəkir, torpağın qulaqlarının için, qulaqlarının eşiyin, boğazın, məsələn bunları təmizləyir. Bu görür ki, o bizim əleyhimizə bir cəngi təbliğatıdır, rəvanidir. Batılılar aparırlar. Bizdə belə bir şeylər varmış, yəni bu cür deyilmiş ki, bizlər də hətta bunun nəticəsi bu da olubdur. Vəba gələndə, düz istəyirəm, cuzam gələndə görüblər müsəlmanlar ya tutmurlar cuzam ya da az tuturlar. Deyiblər ki, İslam, Məsihlər deyiblər, İslam doğru din olduğu üçün Allah onlara cəza vermir, bizə cəza verir. Sonralar gördülər, yox, İslamda 5 dəfə namaz qılır və bu 5 dəfədə 5 dəfə əl-ayağın, üzün, gözün, qulağın, burnunun için, ağzının için təmizləyir. Məsələn, o zamanla ya barmaqla, ya birini o ağacla misvaş vurmağa çalışır, misvaş da oradan gəlir, yəni. Hər halda, bunlar sünnət toplumda, yaşadığı toplumda bir şeydir. Məsələn, bizim Azərbaycanda sünnət, Qəradağda sünnət nə idi? Məsələn, xanımlar bir cür giyinirdilər. Paltarları var, tuman, köynək deyirdilər adına, şəltə, tuman deyirdilər. Məsələn, bunu giyirdilər, rəhli ol idi gərək. Məsələn, bir nəfər ölsəydi, rəhli paltar giyənməzlər, gərək qərə giyirdilər. Rəhli paltar giysəydin, yəni o səvinir. Bunların o ölü sahabının ürəyində bir dağ olardı, buna dağ deyərdilər. Dağ nə deməkdir? Dağ, odda dəmiri qoyasan, odun içində qızara, ondan bədənə, birinin bədəninə ya bir heyvanın bədəninə vurasan. Ona dağ deyirlər. Deyirlər, ürəkdə belə bir dağı olurdu. Məsələn, arzu edirdi ki, onun da ölənində bu giysin qırmızı məsələn. Ya məsələn, bayramda bir işlər görürdülər, nə bilim, qurbanda bir işlər görürdülər. Məsələn, gəlini bir adaxlısı var, ya bir sevgilisi var, ya bir nişanlısı var. Ona məsələn, dədənənə neyniyəcəkdir? Qız tərəfi, oğlan tərəfi məsələn ona neyniyəcəklər? Bunlar o sünnətdir ki, o toplumda ənənələr deyirik biz, gəlibdir, ona sünnət deyirlər. Ya fərzdir o, ya vacibdir, ya istihbab və ya məsnun 7 oldu fiil muxtarun dəcül isə səbi məcnun. Deyir ki, kulli işlər 7 dənə oldu. Bu 7 dənə fiil, işlər, hər işi görürsən 7 oldu. Muxtarun, muxtarsan, muxtar dəcül isən. Muxtar deyilsən, yəni bunları seçə bilməzsən. Əlbəttə, muxtarun, muxtar adamın üzrəm, feili muxtarun, yəni sənin ixtiyarın var bu işləri görəsən, görməyəsən. Dəcül isə səbi məcnun. Əgər o adam ki, bu işi görəcəkdir, əgər uşaq və məcnun, dəli deyilsə, deyir, bu 7 iş ona vacibdir. Bəla sün'iyyə səhvən ya xətaən bir fiili bilasən sün'iyyə səhvən ya xəta bir fiil gəlsə günah olmaz qəza lazım əməl bunlarla tərk olsa. Bilasən iyyə sün'iyyə, yəni sün'iyyə nə deməkdir? Bila sün'iyyə nə deməkdir? Bu ifadə, yəni bila sün' və ya klasik mətnlərdə bila sün' sun'in çox vaxt fəlsəfi və irfani və dini mətnlərdə işlənir. Gəlin bu sadə dildə açaq. Lüğəvi mənası bila, yəni siz, filansız, onu. Sün, yəni imiş, tolid edilmiş, sənət, yaradılma və ya insan əli ilə düzəltmə. Məsnui, həman düzəlmiş. Tamam. Bila sün'iyyə səhvən. Əgər səhvən ola, yəni əmdi olmasa, istək üzü ilə olmasa, xəta olsa, bir feil gəlsə, yəni insandan belə bir şey olsa,
Günah olmaz, qəza lazım, əməl bunlara tamam. Bu da şeydir də, tərk şey. Bunları məni eləməyək. Səbi fiili, cunun, fiiliyə, fiilün olmasa muxtar, günah olmaz zaman lazım, olur səğiriyə bir zar. Səbi dedik uşaqdır, fiili cunun, ağlı az desək olsa, dəli, fiiliyə, fiilin olmasa muxtar, ya bir o adam bir işi görə ki, onda muxtar deyil, zor eləyirlər adama. Filan işi gör, filan işi görmə. O muxtar buradadır. Yəni əlbəttə biz çox şeyi zor oluruq. Bizim də xəbərimiz yoxdur. Adamlar da deyirlər bə şey deyil. Məsələn, evlənəndə dədənənə zor eləyirlər ki, bunlarla evlən. Bu zordur. Hətta beyninə soxurlar ki, filan kəsin qızı elədir, ya filan kəsin oğlu belədir. Onun beyninə deyirlər, tərif edirlər. O onu istər-istəməz onun ixtiyarı əlindən gedir. Ya məsələn, abırdan qorxuruq, bəzi işləri görmürük. Nə bilim, millət nə deyər deyə bəzi işləri görürük ya görmürük. Bu icbardır. Fərq eləməz. Hansısı? Yəni, bir işi görürük da icbardır, bir işi görmürük da icbardır. Bu icbarlar çox görsənmir. Qanundan qorxuruq, dövlətdən qorxuruq, polisdən qorxuruq, qonşudan qorxuruq, bəzi işləri görmürük. Ya bəzi işləri görürük ki, bunlar ixtiyardan deyil, bunlar da bizim seçənəyimiz deyil. Ya məsələn, müsəlman olmuşuq, bəzi işləri görürük, bəzi işləri görmürük. Dədənənəmiz, məsələn, fərz buyurun ki, Allah rəhmət eləsin ölənlərimizə, dinlidir, dinsizdir, nə bilim, kafirdir, hər nə desək da, biz onların evində yekəlirik, onların yeməklərin, verdiklərini yeyirik, içdiklərini yeyirik. Bu da bizim ixtiyarımız yoxdur ki. Fikri də ki alırıq, orada da ixtiyarımız yoxdur. Cəlib budur ki, biz toplumun düşüncəsini daşırıq. Əvvəl ailədir, sonra famillər, yoldaşlar, mədrəsə yoldaşları, mədrəsədə müəllimlər, kitablar, danışıqlar. Biz bunların düşüncələrini daşırıq. İxtiyarımız yoxdur bunlarda. Məsələn, dili onlardandır ki, biz məsələn, ixtiyarımız yoxdur, türk dilində dərs oxuyaq. Və hətta çalışırıq ki, fars dilində oxuyaq bəzilərimiz. Niyə? Çünki ixtiyar, orada çox mənfəət vardır. Bizi zor eləyir ona tərəf. Hər şey ki, bizi bir növ zora eləyər ki, biz özümüz olmayaq. Bir də ki, özümüzü kim şəkilləndirib? O toplumun özümüz deyəndə, mənim özüm deyəndə, sizdə hər kəs özü deyəndə ki, mən, bu mən kimdir? Bu məni nə mənə mən eləyibdir? Bu mən ibarətdir. Nənə qarnından eşitdiyi səslərdən, gördüyü şeylərdən, oxuduğu hər nə eşitsə, ya qulaq asıbdır, ya görübdür, ya gördüyü işlərdən, təcrübələrdən, eşitdiyi, gördüyü və iylədiyi və hiss elədiyi, ələyi ilə, bədəni ilə hiss elədiyi şey, bu adamın mənliğidir. Əqil dediyimiz bunlardır. Bunu harada yetişir bu toplumda? Toplum buna bizə verir. Yəni, məsələn, orada doğmasaydıq, məsələn, Qəradağda doğmasaydıq, Tehranda doğsaydıq, bir ayrı cür olardıq. Tehranda doğmasaydıq, Bəluçistanda doğsaydıq, bir ayrı cür olardıq. Kürdistanda doğsaydıq, bir ayrı cür olardıq. Azərbaycanda doğsaydıq, bir ayrı cür. Türkiyədə doğsaydıq, bir ayrı cür. Fransada bir ayrı cür. Bunlar hər məmləkətə keçirik. Çünki o toplum bizi ağıl dediyimiz, duyğu dediyimiz, anlayış dediyimiz, idrak dediyimiz, baxış dediyimiz, bunları, duyğularımızı, mənfəətlərimizi, çıxarlarımızı, düşüncəmizi, əqlimizi, bunlar bizim şəkilləndirir. Bizim burada heç bir şeyimiz yoxdur, ixtiyarımız yoxdur. Sonra deyirik, bəlkə mənim ixtiyarım var. Hangi ixtiyarım var? Gəlmiş 18 yaşım var, deyirəm mən ixtiyarım var. Hangi ixtiyarım var? Nəyi dəyişdirə bilərəm? Əgər istəyirəm bir şeyi dəyişdirəm, onu nə əsasa dəyişdirirəm? Əcaba bəzi təbliğat almışam, bəzi pisliklər görmüşəm, onlardan qaçıram, bəzi təbliğatları eşitmişəm, onlara gedirəm. Bəzi mənfəətlər, bəzi zərərlərdən qaçıram, bəzi mənfəətlərə gedirəm. Bunlar da ixtiyar dəyəcəkdir də. Hə, bir dənə adamla o qədər geniş məlumat sahibi ola bilər. Yəni, bizim məlumat aldığımız çox məhduddur.
Biz hər məlumata ələ ala bilmərik. İnsanıq da, yəni coğrafiya necə ki bir yerdə bağlıdır, biz də insanıq, elə o yerə bağlıyıq. Hətta o yerdəki insanların da hamısının düşüncələrini ala bilmərik. Bir məhdud adamlarla, özəlliklə bu zamanlarda ki, dövlət hakimdir, normalda biz dövlətin təhti təsirində qalmışıq. Radio, televizyonun, ruznamənin, kitabın, mədrəsənin, müəllimin, universitetin, bunların təsirində, ruznamənin, məcəllənin, bunların təsirində qalmışıq. İndi də internetin təsirindəyik. Yəni bizdə, məncə bizdə bu feili muxtar mənası yersizdir. Yəni nədə məsələn tamam bir cür olaydı ki, məsələn 18 yaşımızın küllü dünyada insanların tamam məmləkətlərdə, tamam qovmilər, qəbilələr, bunların hamısını biləydik. Bunlar nə cür yaşırlar, düşüncələri nədir, anlayışları nədir, baxışları nədir, etiqadları nədir, hansısı yaxşıdır, hansısı pisdir. O yaxşı pis də bizim qəzabətimizə bağlıdır. Yaxşı pis mənim mənfəətimə bağlıdır. Nə yaxşıdır, nə pisdir, nə gözəldir, nə pisdir, o mənə bağlıdır. Mənim mənfəətim, mənim sevdiyim, bunlar hamısı mənim mənfəətimdir. Əgər bir, məsələn, 18 yaşımızdan eləyə bilsək, küllü dünyanı, həm də bir zamanda hamısını qoyub bir-birini deyək ki, məsələn, 50 min dana dünyada qomu qəbilə var, 10 min dana düşüncə var, 1000 dana falan vardır. Bunlar hamısı bir yerdə. Eyni zamanda bu da bizim seçmək ixtiyarımız olaydı. Hamısını biləydik, hamısını təcrübə eləyə biləydik, hamısı ilə kamil içdən tanış ola biləydik. O cümlədən dilləri ilə. Ondan sonra deyir, tamam, məsələn, mən indi istəyirəm ki, müsəlman olam, mən istəyirəm Məsih olam, mən istəyirəm Yəhudi olam, mən istəyirəm Konfüsiyusu qəbul edirəm, mən nə bilim, filanı qəbul edirəm, Bəhmanı qəbul edirəm. Bizdə bunlar yoxdur. Bunlar olmadığı üçün bizim seçimimiz, əqlimiz toplumdan qalxdığı üçün toplumda məhduddur. Çox məhdud. Özəlliklə bugünkü dünyada dövlətlər vardır. Dövlətlər bir iddə məlumatı bizi öz mənafi üçün ya bir təbəqənin mənafi üçün bizim beynimizi hazırlayır. Mədrəsədə, radioda, televizyonda, evdə, iş yerində, hər yerdə bunu bizim beynimizi o sistemi saxlamağa, o sistemin daxı rahat olmasına, zərərə düşməməsinə bizi hazırlayır. Tamam, suxancanlıqdan çıxaq eşiyə. Səbi fiili, cənun fiili, ya fiilün olmasa muxtar, günah olmaz. Zaman lazım olursa qeyriyə bir zar. Zaman zülmüdür, nə deyək? Hər halda o şey zığla yazılır, sabun zığı kimi var daha. O zığla yazılır, zadla yazılır. Və bu, yəni zəmanət, təzmin. Yəni günah olmaz, amma onun yerinə məsələn bir şey verəcəksən, bir pul verəcəksən. Burada ondan mənzurdur. Qeyriyə bir zar, bu da zərərdir. Bu idi feili muxtarın tamam zəbti eylə əhkamın, təsəvvür eylə təqsim et bir neçə söylə əhkamın, ya da yerincə söylə əhkamın. Feil-i muxtarın mənasını istirdi deyək ki, bunlardan ibarətdir. Bülün fərzi şöylə şey idirlər, şəriət əmri edani. Bülün fərzi şül şeydirlər, şəriət əmri edani. O şey ki, şəriət ona deyibdir, ona fərz deyirlər. Burada. Bilinə şübhəsiz əmr olduğun qət eylə burhani. Qət ilə, burhan qət'idir. Qət'i dəlil vardır fərzə. Onu orada dedi, burada da elə onu qəşəng dedi. Bilinə şübhəsiz əmr olduğun, şübhəsiz bildirir ki, bu əmr olubdur şəriətdə, Quranda. Deyir, bunun qət edər burhani, qət ilə burhan, qət'idir bunun burhanı. Pəs Quranda əqimus səlat, atuz zəkat, əmruhum şura beynəhum. Və məsələn, bu tür bir şeylər vardır. Deyir, bu nədir? Əmridir, şübhəsizdir.
Dəlili nədir? Dəlili Burhan Qur'andır. Mənim dəlilim deyil, mollanın dəlili deyil. Bu Qur'an. Qur'an dediyi üçün biz deyirik bunun dəlili qətidir. Atuz zekat. Əgər bir nəsnə futindən cəvazi getsə bir qeyrin, ana fərz ictihadi der ki, küfrə varmaz an inkarın. Əgər bir nəsnə futindən, əgər məsələn bir dana işi görəcəkdin, o geçdi, fot oldu. Geçdi, fot ölməkdir, geçməkdir. Əslində fot demək fatihə mutu, yəni geçdi. Ölmək anlamında deyil, geçdi, getdi. Elə ingiliscədə past deyirlər, past oldu, yəni geçdi, öldü. Əgər bir nəsnə fotindən cəvazi getsə bir qeyrün, əgər bir işin getdi icazəsi, fot oldu, getdi, vaxtı namazı, sübh namazı qılacaqdın, yuxuya qalmışsın. Ana fərz ictihadidir ki, küfrə varmaz inkarın. Deyir ki, ona fərzi ictihadi deyiblər. Yəni, ictihada baxacaqsan ki, küfrə varmaz. O namazı qılmamsan, bahis olmaz ki, sən kafir olasan. İnkarın, inkar etməsən. Hətta fərz zənnilər kimi. Burada özü bir nəfər gəlib qıraqda, haşiyə yazıb zənnilər kimi. Əlbəttə, buradan da o bir zəkat vacib, zəkat vacib, oruc vacib və tər fərzidir demək kimi. Deyib, məsələn, nə mənələr vacibdir? Zəkatdır, orucdur, da namazı burada deməyibdir, bunlar vacibdir. Vətr fərzidir demək. Vətr namazı, məsələn, fərzidir. O da vacibdən dedik ki, biraz yuxarıda əlbəttə. Burada biraz bərəks dedi onu. Yəni, misalları biraz fərz oldu. Bülün vacib şuma şu məmur bi dəlil anun ola zənni. Kitab-ı icma qiyas sünnət budur deyil, müctəhid fənni. Hər halda görürsünüz ki, bu gedibdir, əvvəldə bu dini məsələləri deyir. Buradan gəlir, bax, davamı vardı bunun, biraz gəlib bizə. Bu beş yerdə səfairlər kəbirə olur, həzər eylə. Pozulmuş tövbə babində əl-əhyayı nəzər eylə. Ehtimənə al-əhyayı nəzər eylə. Bu mənzum 6 bab oldu, birisi etiqad babı. Aha, bunu bəlkə burada tarixsət yazar, buna bir baxaq. Əvəzin ki, oxuyayım, məni eləyim, elə sürətlə oxuyayım. Çünki istəyirəm buradan bu kitaba bir tarix var. Bu dindən şübhəsiz məlum oləndə şəkk bil yalnız yankar, belə bir şeydir. Ya təzim etməsi vacib olani etmək istihqar, üzürsüz söyləmək küfri, üzürsüz şübqeyi geymək, Xudanın qeyriyə səcdə ba küfrə riza vermək. Bu yedi nəslə küfr oldu, bəqayət sən xuzur eylə, həzər eylə. Sən həzər eylə və sair kafirə məxsus əməllərdən həzər eylə. Küfür icab edən şeylər xutur eylərsə qəlbinə, dəcilsə razı ol şeyə, zərər gəlməz imanına. Vəli dəxi bil küfrə varmayan, həramın var iki növi, biri qəti ana halal diyan, kafir biri zənni. Dedilər bəzi haram leynə olsa müstəcəl kafir, onun üçün məğzub alində cəlal dəyan dəcül kafir. Bülün məkruh iki oldu, o təhrimi tənzihi ya tənzihi. Bülün məkruh iki oldu, o təhrimi ya tənzihi, itabə müstəhəq müslim, əgər işlərsə tənzihi. Haram, məşruh, təhrimi, iqabə müstəhəq ilar və ya qəlbidə olsalar məqsud əzabə müstəhəq ilar.
İmamındır nə dəqli olsa, nə dənli olsa, təhrimi itab olur. Müsir olub ya istihfaf edənlərə əzab olur. Kirahət olsa təhrimi haram ol əndi Rabbani, haram əqrəb halalə əbəd dedi, əzəm dəxi sani. İmam Yusuf dinəminədə adı, onu yazıb İmam Sani. Harami farz bilmək, farz sünnələr bilməsi sünnət. Ehtimalən sünnətlər bilməsi sünnət, beləsi olur. Kərahət tənzihi olsa, onun da bilməsi sünnət. Gərək məşruhi təhrimi, gərək vacibləri bilmək, bu iki elm olur vacib, nüdəb məndubləri bilmək. Nüdbə və məndublar, bunlar da bir şeylərdir ki, mən heç çoxunu bilmirəm. Kirahət olsa tənzihi, ana israr sığrə olur, səğirə olur. Kirahət olsa tənzihi, ana israr səğirə olur, günah səğirə. Kirahət olsa təhrimi, ana israr kəbirə olur. Əgər bir hala müsir olsa səğiriyyə, ya zənbilə eyləsə iftixar və ya gizli işləyib zənbi ani sonra eyləsə izhar və ya zənb işlədəkdə qorxmasa zənbin əzabından və yaxud işləyən şəxs olsa nasun müqtədasından bu iş yerdə səğayirlər kəbirə olur, həzər eylə. Yazılmış tövbə babında əl-ehyayı nəzər eylə. Bu mənzum 6 bab oldu. Birisi etiqad babı, əməldən fərz ikincisi, yəni əməldən fərz ikincisi, üçüncü vacib əhbabi. Haram, məkruh olan cümlə bunun 4-cü babında, 5-cisində müstəhəb 6-cı babında. Əhəmdür əzbəri, vafi vəfadır, verdün ki şafi, əməl qıl qəlb olə ənvər, şəfadır dərdinə şafi. Və həmdullah yazılmışdır necə əhkam icazında, içərində, ehtimalən əçirində ya axərində, üzrə. Və həmdülillah yazılmışdır necə əhkam axirində. Əvvəl kitab, qoyun deyim, xətasını eyləyən islah bul cənnat qəbrində. Burada əvvəl kitabın o bölümünü yazıbdır. Bu bölümü sonra yazıbdır müqəddəmə olaraq ki, deyir nələr eləmişəm, nələr eləməmişəm. Bəyanul iman, buradan da imanın haqqında gəlir. Mən istirdim, görüm ki, bəlkə burada bir tarix deyər. İnandım, mən devam eləyək, bu bir səfə qalır, onu da oxuyaq. İman fərzi cümlədən əvvəl səbi məcnun dəgül isə. İman inanmağa dərlər. Rəsul inə nə dedisə. Rəsul ana nə dedisə, ya inə nə dedisə. Dedici məlum olduysa, rizadır şərt həm iqrar, məgər sürhi lisan olə, ya bir üzvün kəsə küffar. Dəxilsən nəz'ə var məzdən, günəş qərbdən toğməzdən. Dəxilsən nəz'ə var məzdən, günəş qərbidən toğməzdən. İmanın əvvəl olmaq şərti bu ikimişi başa gəlməzdən. Bilmədim. Bu ikimişi başa gəlməzdən. Tamam, burada bir şey görmürəm tarix haqqında. İnandım mən Xudaya, həb mələklərə, kitabinə, qiyamət gününə, təqdirinə, cümlə rəsulinə. Görürsünüz, burada bir tarix görmədim. İmanı təfzili, burada imanı deyir, burada mələikəni deyir. Bəyanül kitab, burada kitabdan, yəni Qurandan danışır. Burada
Bəyan-ı Rusul peyğəmbərlərə iman eləməkdən danışır. Sonra bu bəyan-ı salat namaz nə mənədir? Nəfas heyz olmayan müslüm buluği vaxtı olsa həm aqil namaz farzıdır qəza etməz diyari hərbidə olan cahil. Əgər nifas və heyz bunlar xanımlara adətlərinə bağlıdır. Olmayan müslüm bunlar ikisi olmasa bir müsəlmanda, bir də buluğ olsa, buluğ sininə yetişsə, həm də aqil olsa, vaxt olsa həm aqil, namaz fərzüdür, qəza etməz, namaz onlara fərzidir və qəza etməz, diyar hərbidə olan cahil. Fəraiz-i salat, burada da namazın nəmələr var, onun içində lazımdır ki, bu namaz o zaman düz olar ki, bu fərzləri yerinə getirək. Namaz içində olan fərzilər, namazın öz içində, bəyan-ı vuzu. Görürsünüz ki, burada dahi nəvaqisi vuzu, bəyan-ı mucib-i qusl, bəyan-ı fəraiz-i qusl, bəyan-ı təyəmmüm. Görürsünüz ki, bu əhkam-ı dini şeirə çəkibdir. Şeir də deyil, mən çox nəzərimə gəldi ki, qafiyəzat da elə bir şey deyil. Buna fikrim qəsidə desək, ya bir şey bəlkə də yaxşıdır, mən bilmirəm. Hər halda bunların adına ədəbiyyatda nə deyirlər? Mən onlardan təəssüflə bu kitabın əvvəlində bir şeylər görmədik ki, bundan bir tarix hangi dövrədə yazılmışdı. Gedək görək ki, sonunda bəyani, buranda oxuduq əlbəttə bəyaqları, burada da bir şey yazmayıbdır. Kitabın təəssüflə tarixini bilmədik. Amma bunu bir ayrı yoluna indi axtaraq görək ki, bunu bir şey tapa bildik. Mənim əlimdə bir türkcə deyək ki, Osmanlıca, belə deyək, biraz hələ şey olsun, Osmanlıca əl yazma kitab var ki, adı nə mənəydi? İman-ı təfsili PDF-də PDF-də onun adın İman-ı təfsili yazmışlar. Bu kitabda vacibat, fəraiz, müstəhəbbat, məkruhat və iman şeirlər ilə bəyan olub. Kitab isə Süleymaniyyə kütüpxanəsində saxlanılır. Əcəba, bu kitabın yazılma tarixi ya nüsxələri və habelə yazarı haqda bilgilərin varmı?
Tamam, biraz kitaba göre şey verdik, məlumat verdik. Görək ki, bunu da burada şey islah eləməliyik. Biraz şey qələt yazmışam, bir ləhzədə gördüm. Tamam. Bunu kopyalıyaq, ChatGPT-yə də qoyaq. Görək ChatGPT bu haqda bizə bir məlumat verə bilir ya yox, bunları müqayisə eləyək. Süleymaniyyə kitabxanasında bu adda və bu məzmunda olan əsərlər böyük ehtimalla Osmanlı dövrünün məşhur Mənzumi Əqaid və ya Mənzumi Fiqh risalələrindən biridir. Qeyd etdiyiniz xüsusiyyətlərə şeirlə bəyan olması, iman, fəraiz və vacibat əsasən söz mövzusu olan kitab böyük ehtimalla aşağıdakılardan biri ola bilir. Xızır bəyin Əl-Qəsidətün Nuniyyə şərhi və ya tərcümələri. Osmanlı alimlərindən Xızır bəy İstanbulun ilk qazisi əqaid qonusunda məşhur bir Nuniyyə qəsidəsi yazmışdır. Bu qəsidə ola bilər ki, olsun, bu qəsidə sonradan bir çox şair və am tərəfindən türkcəyə şeirlə tərcümə edilmiş və şərh olunmuşdur. İçində imanın təfsilatı mənzum şəkildə verilir. İman təfsili, iman müfəssəl, mənzum risalələr. Süleymaniyyə kitabxanasında iman təfsili adı ilə kataloqa girən bir neçə nüsxə var. Bunların ən məşhurlarından biri Süleyman Həkim və ya Varidi kimi müəlliflərə aid olan öğütmələr, nəsihətnamələr ola bilir. Lakin sizin təsvir etdiyiniz kitab Osmanlı məktəblərində və mədrəsələrində uşaqlara dini təməlləri öyrətmək üçün yazılan mənzum halın içi tipli əsərlərdəndir. Müəllif ehtimalları. Bu cür əsərlərin altında çox vaxt bu adlar görünür. Əziz Məhmud Xudayi, mənzum əqaid əsərləri var. Beyram ibn Əli, məşhur Nəzmül Əqaidin sahibidir. Cümnam, Nazim, bir çox əsərin yazarı kataloqlarda nazim, yəni şeir formasına salan kimi qeyd edilir. Əsl müəllif isə bəlli olmayıbdır. Nüsxələri necə tapmaq olar? Tamam, bunları da bilirik da. Görək ki, bu ChatGPT bu haqda bilmən. Osmanlıca yazı ilə iman təfsili adlı ilə tanınan əlyazma çox halda əqaid və ilmi hal mühtəvalı mənzumələrdən birinə daxil olur. Yəni, vacibat, fəraiz, müstəhəbbat, məşruhat və iman əsasları şeir ilə öyrətən mədrəsə və təkyə istimalı mutumlardandır. Lakin mühüm nöqtə budur. İman təfsiri tək bir kitab adı deyildir. Bu başlıq ilə müxtəlif dövrlərdə birdən çox mənzumə və risalə yazılmışdır. Ona görə yazar və tarix nüsxədən nüsxəyə dəyişir. Tamam. Yəni, əlbəttə burada bir şey gördüm. O görüm nədədir? Yazır ki, Süleymaniyyə kütüphanəsində nüsxələr. İstanbuldakı Süleymaniyyə kütüphanəsi məcmuəsində bu adda ya bu mühtəvada birdən çox əlyazma var. Bu nüsxələr adətən məcmuat içində, risalə məcmuası, yazarı zikirsiz, əsr kağız və xətti xüsusiyyətlərində nəminə davamlılar. Hər halda, təəssüflə bundan bir tarix və yazar əldə edə bilməyədik. Gedək ikinci kitaba baxaq, görək ki, bu kitab nədir? Tərcümeyi Səracə. Kitabın PDF yazıbdır ki, 146 səhifədir. Tərcümeyi Səraciyyə. 292 səhifəni burada əksin qoyubdur. PDF amma bunu 146 səhifə göstərir. Çünki PDF-də hər PDF-in hər səhifəsində 2 səhifə kitabdan qoyublar. Birinci səhifədə elə görürük ki, cildin zadının əksini salmayıbdır. Müstəqim gedib kitabın içində tərcümeyi Səraciyyə bit türki
Nəməni Türki Lətif ibni məsələn təqlid oxunur amma nəməni fəqiddir bəlkə. Əllətif ibni Əlhac Əl-Xulcani Lətif ibni Əlhac Axər Əl-Cani, Axırül-Cani belə bir şeydir. Ya da Əhmədül-Cani belə bir şey olacaqdır. Əhməd Əl-Cani belə olacaqdır. Hər halda burada üstdə bir qırmızı rəngindən soralar bunu yazıb bir nəfər ki, yazan kitabın adı budur. Bismillahla başlayır. Kitabın ortası, yəni Şirazə cırılıbdır. Kitab su çəkibdir. Çox, neçə dəfə bəlkə su çəkibdir. Görünənə görə ən azından 3 dəfə nəzərə gələn kitab su çəkibdir. Çox gözəl bir xəttlə yazıblar. Bunu oxumaq olar. Bəzi kəlmələrin üstünə başı üstünə qırmızı xətt çəkiblər ki, bu önəmlidir. Tamam hərflər, ərəbi olsun, türkü olsun, hamısının eyrab qoyublar. Yəni, standart ediblər səsin qoyublar. Kitab Bismillahla başlayır. Heç bir bunun dövrəsində bir çarçivə zat yoxdur. Və kitab beləsi davam edir. Bu səhifədə görürük ki, kitab bir zərrə cırılmışmış Şirazədən, onu kağızla yapışdırıblar. Kitabın Şirazəsinə su çox gəlibdir, əşyasına çox gəlib, dedim neçə dəfə. Burada görürük xamilən ortası cırılmışmış, yapışdırıblar sirişomdan, sirişomun yeri qalır. Yəni sirişom bilirsiniz bir növ undur, ona su qatandan sonra yapışqan olur. Vururlar və o da yeri də kəsif qalır, yəni kirli görsənir. Onu burada görürük. Məmulən qədim zamanlar kitablarda səhifə qoymurdular. Bunun üçün ki, bir moqə kitab cırılsa, səhifələri tapıb qoyalar. Bu səhifənin, yəni sağ səhifənin sonunda, aşağıda, son səhifə ki, ayrı bir vərəq olacaqdır. Onun gəlmağına hangi kəlmə ilə başlanacaq, onu yazırdılar ki, bəlli olsun. Məsələn, burada baxırıq, bu ilə başlayır, orada budur. Burada dedi, görürük ki, burada dedi ilə başlayır. Burada görürük ki, bu bir səhifədə Əl-Cünnə deyə bir şey, Əl-Cənnə deyə bir şey yazıbdır. Burada görürük ki, səfərin başında Əl-Cənnə ilə başlayır səfə. Yəni, bu vərəqin son kəlməsi əşağıda, cümlənin əşağısında bir ayrı kəlmə olaraq. Orada o birisi səfə, vərəq, nə cür başlayacaq, hangi kəlmə ilə onu yazır. Bu da bizə deyir ki, məsələn, dünənləri kitabların birinə baxırdıq. Dünən də İsra günü, yəni bir günlərdə, keçən günlərdə baxırdıq. Gördük ki, adı nə idi o kitabın adı? Kitab-ı Məzhər-i Türki. İran Məclis Şurayı İslamidə saxlanır, indi qabaqca Məclisi Milli. Görürük ki, orada kitabı bir çox yerdə kitabın səfəsini cırıblar, kamil götürüblər. Hardan bildik? Buradan bildik ki, əşağıdakı kəlmə o birisi səhifədə yox idi. Oradan bildik ki, kitab cırılıbdır. Burada da indi onu mən dedim, fəqət bu da xatırladım, belə bir sistemdir. Kitab çox gözəl yazılıbdır. Əslində, eyni Quran kimi tamam hərflərin dana-bədənə hamısına səs qoyulubdur. Xətt çox gözəl bir xətti var. Çox aydın. Burada PDF-də 14-cü səhifədə müqəddəmə qutarır zahirən. Əmma bəd başlayır. Yəni, kitabın əsli buradan başlayır. Görürük ki, qırmızı ilə sətirlərin arasında həm də əyri buyruq. Yəni, kitabı gərək çövrəsən, tərsəsinə oxuyasan. Tazaşdan o birisi sətr oxuyanda tərsəsinə, o birisi sətr oxuyanda. Yəni, neçə dəfə gərək bir dana sətrin altında yazını 3-4 dəfə gərək kitabı çevirəsən, ta o bir sətrin altında yazılanları oxuyasan. Nəzərimə gəlir, bəlkə olar. Hər nədir bilmirəm, amma qırmızıdır, biraz da rəngi gedibdir, solubdur. Bəli, belə bir yazılar bulur. Çünki görürük, buradan bu üzrə təqribən demək olar çoxdur. Buradan, yəni, hər yerdə bunu görürəm. Əlbəttə, bu 18-ci səhifədə yoxdur. 19-cu qıraqda görürük. Qutardı, yəni, əslində. Qıraq yazıda, yəni, bunda var. O şəkildə ki, dedik. Kitab bu su gəlməkdən kənara ki, bir eybidir və Şirazədə də çox təsir qoyub, qərəldibdir ehtimalən. Bəlkə də qərəlmək
fotokopidən olan, əlbəttə bu fotokopi deyil, cəlb budur ki, bu əksidir. Fotokopi deyil, ona görə fotokopi deyil, kitab qalıb, elə bir məsələn, nə cür deyirik, çiflənibdir. Səhvə çiflənib, qərəlibdir məsələn. Çox gözəl bir xətt ilə yazılıbdır. Yenə də gedirik bir yerdə yetişirik ki, PDF-in 37-ci səhifəsində bir dənə xətt, bir dənə cədvəldir əslində. Bunun cədvəlin üstündə bir şeylər yazıblar. Sonra da onların qıraqlarında bir yazılar yazılıblar. Kitabın əslinə mərbutdur, o qıraq yazı deyil. Getdikcə nəzərə gəlir ki, bəzi yerlərdə o eyrabları qoymur da yavaş-yavaş. Kitab biraz o şuluqluğu azalır. Bəzi kəlmələrin qoyur, bəzi kəlmələri qoymur, ya bəzi səhifələrdə o səsləri qoyur, bəzi səhifələrdə qoymur. Məsələn, bu səhifədə qoyubdur, bu səhifədə az qoyubdur. Məsələn, bunu görürük, beləsi bir sistemlə davam edir. Cəlibdir, yəni bəzi səhifələrdə eyrabı ya səsləri çox qoyubdur, bəzi səhifələrdə səsləri az qoyubdur. Xoş gördük, necəsiz, yaxçısız? Çox bir o yerlərdə ki, biraz bu kirlənməyib kitab çox gözəl görsənir. Yəni, adam eşq edir ki, bu kitabı oxusun. Bayaq kitab biraz çox kirlidir, pıntı saxlamışlar, biraz adamı yorurdu oxuyanda. Amma bu kitab çox gözəldir. Əslində, bundan belə ki, su geçib içinə bəzi gözəlliklərinə şey edir, amma dediyim kimi, bu kitabda yazar hövsələsinə bağlıdır. Bəzi yerdə çox həfsələlidir, oturur, kəlmələrin hər bir hərfin üstünə səsin qoyur. Ə, ö. Bəzi yerdə əslən hövsələsi yoxdur. Kulli səfədə məsələn 2 dənə kəlməni məsələn səsin qoyubdur. Ki bu doğru, düz oxunsun deyə məsələn. Buradan bu yüzdə təqribən heç səs qoymayıbdır. Cəlibdir, əvvəllərdə çox diqqət edirdi ki, tamam kəlmələrin, hərflərin üstündə səsin qoysun. Burada görürük ki, o cür bir şey yoxdur. Zahirən burada da bir cədvəllər var, bir yazılar var ki, cadu cəmbələ bəlkə bənzir, amma bəlkə də ayrı bir şeydir. Yəni, mən burada baxıram, bir şeylər baş tapıram. Çünki sürətlə bir 200-300 səhifəlik bir kitabı vərəqlirəm, gözüm bəzi şeyləri görür, onların üzü ilə qəzavət edirəm. Kitabın bəzi yerlərində dedim qırmızı yazılar var və kitabın sonuna gəlirik, təmməti görürük və son səhifə kitabda görünür, cildidən əks qoymayıbdır. Son səhifə görür, bu kitaba rəbti yoxdur, bu kitabda heç ilgisi yoxdur kitaba. Kitaba alanlar, kitabı əlində olanlar oturublar, bir şeylər burada yazıblar. Amma kitabın özünün son cümləsində görək ki, bir tarix tapa bilərik ya yox, sonra qeydərik, kitabı oxumağa çalışarıq. Əgər bir kim bir kişi 17 övrət vərəsələrin tərk etdi və tərkəsi dəxi qismət olduğunda hər bir övrətə bir dinar düşdü. Dərsasən dəxi bu və irsləri bu varisləri zikr elə ki, ta ki məsələ tamam olub cavab verələr. Təmməl kitab və unillahil məlikil bəhhab iləyhil mərcə vəl məab. Təəssüflə buna da tarix qoymayıb burada. Kitabın qeydaq əvvəlinə görək ki, kitab nə cür başlayır, nə cür davam edir. Mən bəzi dostlara bəzən deyirəm ki, tanıdığım, sevdiyim adamlara deyirəm ki, mən bu işə başlayıram. Ümid çəkirəm ki, onlar da başlasınlar, yəni. Məsələn, mən açıq aydın demişəm bəzən ki, mən pan-türkəm, mən türklərin mənafeyi üçün çalışıram və türkü dilini öyrəşməyə çalışıram. Məsələn, o dostumuzun çox məhəbbəti var, amma görürəm ki, əslən diqqət eləmir ki, tamam, bu adam belə deyir, mən də gedim, məsələn, mən də başlayayım. Bismillahirrahmanirrahim. Elhamdülillahi həmdən
Elhamdülillahi hamden eşşakirine ve salatu ve selamu ala hayril beriyeti hayli beriyeti Muhammedin və alihi teyyibin tahirin. İndi məsələn bu bəriyə 2 dənə nöqtə ki yığın altında olar, yoxdur. T'nin üstündə 2 dənə nöqtə var. Yəni burada məsələn ya o birisində baxdıq məsələn elhamdülillahi hamdən. Həmdənin məmulən gərək bir dənə də əlifi olsun. Ondan sonra da əş-şakirin niyə gəlibdi? Əlif lamından onu başlatmadım. Əş-şakirin və salatu və salam ala xeyril bəriyyəti Muhammedin və alihi teyyibin tahirin. İstəyirəm deyəm ki, bəzi nöqtələr yaddan çıxıbdır. Qalən Nəbiyyu sallallahu aleyhi və səlləm təəlləmul fəraizə və əlləmuha ən-nasə fə innəha nisful ilm. Həzrəti Rəsuldan belə bir hədis deyibdi, bilmirik düzdür ya. Çünki Həzrət Muhammedin adına milyonlar hədis düzəldiblər. Təəlləmül fəraizə, Həzrətdən buyurur ki, fəraizi örgədin və əlləmuhən nasə. Təəllümül fəraizə, örgənin fəraizi. Örgənin, siz özünüz, hər kəs örgənsin. Və əlləmuha, örgədin o fəraizi ən-nasə, insanlara. Fə innəha nisful ilm. Fəraiz özü ilmin yarısıdır. Dinin yarısıdır burada. Elmidən mənzur din olacaq. Mənisi, bunun mənisi nədir? Buradan başı türkcə. Elə bu qədər 3 sətir ərəbcə dedi. Elhamdülillah müsəlmançılığını bildirdi. Ondan sonra da Həzrəti Muhammedə bağlılığını bildirdi. Ondan sonra da Həzrəti Muhammeddən bir hədis gətirdi. Kitabımızın konusu nə olacaq? Mirasi elmin, miras elmin. Fəraiz burada baxın məni elədi. Fəraiz biz ayrı bir şey oxumuşduq. Bu bir şey yəni miras. Yəni miras elmin və dəxi. Miras elmin burada bu öz-özü ilə çünki miras çox mühümdür. Bir nəfər ölür, onun mirası qalır. Dədələrimiz ölübdür, bu kitablar bizə miras qalıbdır. Deyir ki, fəraizdən mənzur bu adam üçün istəyir miras haqqında yazsın. Deyir ki, fəraizdən mənzur burada mənim mənzurum əlbəttə. Yəni bu yazanın mənzuru budur ki, miras. Miras elmin və dəxi əgər dök dedi. Aha, və dəxi əgər öcürəndün və dəxi öcürəndün dedi, yəni Peyğəmbər deyir. Və dəxi nə dedi Peyğəmbər? Öcürəndün. Öcrədün, üzr istəyirəm. Öcrədün, yəni örgədün. Və dəxi öcrədün dedi. Həzrət Muhammed buyurdu ki, öcrədün. Örgədün. Bədrüsti bu elm. Bədrüsti. Bədrüsti bu elmi fəraiz nisfi elmi dür dedi. Bədrüsti, bedrüsti ki indi farsıza gəlibdir. Deyir ki, bədrüsti bu elmi fəraiz nisfi elmi dedi. Həzrət Muhammed dedi ki, bu elmi fəraiz elmin yarısıdır. Pəs Peyğəmbər Həzrəti əmr etdi bu elmi fəraizün öyrənməsinə və dəxi öyrətməsinə. Bəzilər bu əmri fərzi kifayə etdilər, tutdular. Burada qabaqçı kitablarda T ilə, dəstəli T ilə yazırdı. Burada dal ilə yazıldı. Bəllidir ki, bu Azərbaycanda yazılmış bir kitaba bənzir. Ya da bir yerdə ki, o dəstəli T işlətmirlər səslərində. Əmri fərzi kifayə tutdular. Bəzilər, yəni bəzi alimlər bu əmri fərzi kifayə tutdular və bəzilər fərzi eyni tutdular. Bu zamanıda, o yazan, kitabı yazan zamanda, bu zamanıda zira əhli ilmin əksəri bu elmi oxumaqdan eraz edərlər. Miras elmin oxumaqdan eraz edərlər. Dəxi cəhlət çox olur. İstirdim kitab görürəm burada elə məsələn bir şey düşübdür bura. İstirdim onu barmağımla qopardım, gördüm ki bu kitab məndə deyil, kitab şeydədir. Onun üçün indi bu cəhlidir, cəhlədir, nədir, oxu görünmür. Edərlər, dəxi cəhli çox olur. Bilkülliyə tərk edərlər. Və fihi minəl fəsadi ma fihi
Nəuzubillah minhu. Bilinəl kim? Bilinəl kim? Yəni bilinə ki, bilinəl kim bu elmi fəraiz gayət gərəkli elmidir. Yəni miras elmi. Bir kişi bu elmi oqsa nisfi dərəcəyə müstəhəq olur. Və kimsəyə öyrətsə nisfi dərəcəyə dəxi müstəhəq olur. Həm oxusa yarısını alar, öyrətsə də o birisi yarısını alar. Çox gözəl yazıbdır, səsləri qəşəng aydın qoyubdur, çox gözəl yaraşır ki, adam bunu oxusun. Mənim nəzərimin gəlir ki, niyə ikinci bölümdə səs qoymayıbdır? Çünki deyir, birinci bölümdə bu adam səsləri öyrəşəcəkdir, ikinci bölümdə ehtiyacı yoxdur. Ona görə bəzi kəlmələrin orada üstünə səs qoyubdur ki, burada məsələn yazmayıbdır ya da oxuyanda məsələn qul. Bilmiyor ki, ərəbcə quldur, yoxsa qul türkcə quldur. Məsələn deyirəm. Onu səs qoyur ki, bəlli olsun. Məsələn, misal vurdum burada. Pəs ol kişinin dərəcəsi tamam olur, üzrəm, olur. Və əgər bu elmi bilmədən bir kişinin malın qismət eyləsə dəxi, vərəsənin nəsibindən əksük versə, Haqqi Teala onun üçmək dedik ki, türkcə sözdür, o şey ki, behiş deyirlər farslar, ərəbdə cənnət deyirlər, bunlarla ilgisi yoxdur. Burada Allahın nuruna iləşmək, Allaha iləşmək, Allaha yetişmək, cəhlidən uzaq olub elmə, mərifətə, anlayışa girmək mənasındadır. Bilgi anlamındadır əslində, nur anlamındadır. Nəsibindən əksük versə, Haqqi Teala onun üçməkdə nəsibin əksər, kəsər, azaldar, əksər, aksun, nəsibidən aksun, yəni nəsibin kəssə, versə, Haqqi Teala onun üçməkdə nəsibin əksər, kəsər. Netə ki, Peyğəmbər Həzrəti dedi, nə dedi? Mən nəqəsə fi nəsibil vərəsəti bi qeyri ilmin fəqət nəqəsə Allah Teala anhu nəsibəhu fil cənnə. Həzrəti Məhəmməd buyurmuşdur bunu, görək məni eləyəcək. Mənisi budur kim? Ki, bir vərəsənin nəsibin əksa Haqqi Teala onun cənnətdə nəsibindən əksər. Kəsmək həman, əksər, burada kəsmək anlamında işdir. Ərəbcədə bərabər bunu şey edir. Əgər bir nəfər, pəs Həzrət Məhəmməd deyir, əgər bir nəfər bu dünyada bir vərəsənin malından birinin nəsibin azalsa, payın azalsa, nəsib pay, payın azalsa, Allah o dünyada o adamın nəsibini azaldır. Əlbəttə cənnətdəkiləri, cəhənnəmdəkiləri neyinəcək onu bilmirəm. Mənisi budur ki, bir vərəsənin nəsibin əksa, Haqqi Teala onun cənnətdə nəsibindən əksər. Əksərdir. Pəs, Peyğəmbər Həzrəti əmr etdi, bu elmin öyrənməsinə və dəxi öyrətməsinə ta zamanlarda baqi gəlsin diyor və dəxi əmr etdi ki, onda öndülməsin və unudulməsin və yaxud çıxməsin adəmlərin gögülündən diyor. Neta ki Peyğəmbər Həzrəti dedi, fəinni amirun məqbuzun, ehtimalən fəinni emrun məqbuzun fəyəqbəzu hazəl ilmi min əbədi. Mənisi budur ki, bədürüsti ben bir qəbz olunmuş kişiyen
bəndən kişiyən, mən kişiyən, yəni mən kişiyəm, kişiyəm, Türkçədə m, b-a çevrilə bilir, nuna çevrilə bilir. Bir qəbz olunmuş kişiyən bəndən sonra bu elmi tez qəbz olanlardır. Qəbz olanlar dedi və dəxi Ömərdən, Hazreti Ömər burada şey edir, rivayət olunmuşdur raziyallahu anhu, geçen ne zaman nəşr niz belə bir şeydir, bu bilmirəm, nəsiz geçen niz söylemiş 800 elmi feraizden söylemektir. Bilinə kim Peygamber Hazreti bu ilmi feraiz nisfi ilmidir dedi. Böyle dediğine alimler bir neçə vəc etmişler hal etibarınca hal etibarınca ola. Zira insanın hali ikidir. Bir hal hayvat ve birisi memat. Birisi hayvat, hayat sözün beləsi yazıbdır. Birisi hayvat ve birisi memat. Mematdır. Pes hali hayvat, ehtimalım da vav oxunmur. Hayvat oxumuyor, hayat el oxuyacaq. Pes hali hayata sair ilm gerektir. Ve hali memata ilmi feraiz gerektir. Pes bu etibarca nisfi olan ve bəziler eydir, bəziler eydir, milki etibarınca demiş ola, zira subuti milk akidir. Milk akidir, bir melki ihtiyari, bir milki ihtiyaridir ve birisi milki istiraridir. Nə deməkdir? Mən bunları getdi şeyə ha, təxəssüsü sözlərə getdi. Da yavaş-yavaş baş tapmıram ki, hətta bəzi kəlməni necə oxuyacağam, yəni. Çünki istilahdır da, elə bir ayrı dil oxuyursunuz. Yəni təxəssüsü bir mövzuya girəndə bir ayrı dil, əslində bir ayrı dilə girirsiniz. Çünki bir ayrı təxəssüsdür. O kəlmə ümumi dildə bir mənası var, təxəssüsü dildə bir ayrı mənası ola bilər, ya ayrı cür oxuna bilər. O cür yazılmasına baxmayaq, yəni. Və birisi milki istiraridir. Milki ixtiyari bey və şəra və şiriyə və hibə və dəxi bunlardan qeyrinə varsa bunlar sair ilmə təalluqdur. Sair ilmə təalluqdur. Amma milki iztirari miras gibi bir kişi ölmekle mali bir zaruri bir gayriye malik olur. Bunda kabul ve red müteber değildir. Yani gelmez. Bana gerekmez demez ve gerek demek dahi hacet değil. Mənə gerekmez ya mənə gerekər demek hacet değildir. Pes bu ilm ile bilünür ki necə müstəhəq olur. Pes yani necə müstəhəq olur. Pes bu etibarca nisf ilm ola ve bəziler demişler bir etibar sevab, yani bir kişi sair ilmiden bir mesele öğrensa 10 sevab vererler. Bu ilmiden bir mesele öğrensa 100 sevab vererler. Yani miras ilminden. İndi sair ilm 100 takdir olunsa, bu ilm 10 məsələ takdir olunsa,
Zira bu elm cüssədə azdır. Bəhr təqdir anı dəxi 1000 səvab olar. Bərabər, pəs çox ağır kitabdır əslində. Aha, burada bir şeylər yazıb. Görək ki, inşallah burada. Pəs bu etibarca nisf ilm ola bu mövzuda bu qədər kifayət edər. Zira əhl-i İslamə dərlər bir taifə vərdur. Vəqti ki, Peyğəmbərin bir hədisi nəql olunsa, eydürlər kim vacibdir. Bizim üzərimizə onun qoluna ittiba etmək yoxdur, onun sözünü təvil etmək, yəni təsdiq etmək gərək. Qalə uləmauna rəhmətullahi müqəddəmətül kitab. Kitabın müqəddəməsi. Bilinə kim bu kitab bir mətün türkini qismət etmək. Bir məttünün mövta olacaqdır. Mövtanın məsələn ya mövtun. Bir meyyitün tərəkəsini qismət etməyi bildirir. Vərəsələr kitabın konusunu dedi burada. Vərəsələr öyrətsəndə imdi ortasında. Vərəsələr ortasında. İmdi ol Türkiyə 4, o tərəkiyə 4 cəq mütəəlliq olur. 4 cəq mütəəlliq olur. Tərtibca. Amma tərəkə dəxi oldur ki, meyyit ani tərk eyləyə. Ol tərəkənin eynənə kimsənin haqqı mütəəlliq məsələn əbdi cani və əbdi mərhun gibi əzgi. Əbdi cani və əbdi əzgi mərhun gibi və şul beyi ki müştəri qəbz etmək. Tamam. Yəni çox keçdi təxəssüsliyə. Mən istədim buradan bir şey alım. Bu kitab haqqında bir tarix alım. Biz ers haqqında öncələr şeylə oxumuşduq. Riyaziyyatla oxumuşduq. 3-4 kitab İrs-i miras İslamda nə cür bölünəcəkdir, onu riyaziyyatla çox uzun 150 səfərlik kitablar gördük, cədvəllər gördük filan bəhman. Heç də baş tapmadıq. Bu onu cədvəl ilə yox, mən orada iştibah eləmişəm demişəm, cadu cəmbəl deyilmiş elə. O da yenə də bu şeydir, yəni İrs-i mirasın riyazi halda yazmasıdır. Və təəssüflə, məsələn, mən bunları dili çox ağırdır mənə, çünki təxəssüsüdür və türk dilindədir. Məsələn, ortasındakı söz burada birinci dəfə eşitdim, gördüm yazıbdır bu kitabda, gözəldir. Bir kişi anasını tərk etdi və dəxi əmməsin və yaxud əmmi oğlun qodi məsələdə. Sülas və mabəqi var, əsli məsələ üçdəndir. Sülsü bir anasına və baqisi əmməyə və yaxud oğluna məsələ. Tamam, məsələləri soruşur və cavab verir. Bu kitab üçün axirində də bir tarix görmədik. Təəssüflə bu kitaba da yenə bir tarix tapa bilməyəcəyik. Görək əcəba tərcümeyi səraciyyə yazsaq burada bizə bir məlumat verə bilər ya yox. Tərcümeyi səraciyyə adlı kitab
Türkcəyə kimin əli ilə çevrilibdir? Görək, tapa biləcək bunu bizə ya yox. Bura gəldi bu. Bu deyildi ki, biz bunu istəmirdik, amma necə oldu bu gəldi bura? Bəyəxçı mı verdi bu onu? Tamam. Görək ki, bu Tərcümeyi Səraciyyə adında kitaba bizə nə deyir? Tərcümeyi Səraciyyə kitabı Hənəfi fiqhində miras hüququna fəraiz dair ən məşhur qaynaq olan Səracəddin Səcavəndinin Əs-Səraciyyə və ya Əl-Fəraizü's Səraciyyə əsərinin türkcəyə çevrilmiş və şərh edilmiş və variantlarıdır. Osmanlı dövründə bu əsərin bir neçə türkcə tərcüməsi və şərhi olsa da, söz mövzusu olan və məşhur olan tərcümələr aşağıdakılardır. Səlanikli Mustafa Əfəndi. Osmanlı alimlərindən olan Səlanikli Mustafa Əfəndi Səraciyyəni türkcəyə çevirən və onu şərh edən ən tanınmış şəxsiyyətlərdən biridir. Onun bir tərcüməsi Osmanlı mədrəsələrində miras hüququnu öyrənmək üçün əsas dərslik kimi istifadə olunurdu. Digər çevirənlər Xəlil Fövzi Əfəndi onun da Tərcümeyi Səraciyyə adlı mənzum və ya mənsur çalışmaları kataloqlarda keçir. Müstəfa İbn Məhmud Katib Çələbinin qeydlərinə əsasən daha qədim dövrlərdə də bu əsərin türkcə şərhləri yazılmışdır. Süleymaniyyə kitabxanası ilə əlaqəsi. Sizin qeyd etdiyiniz İman-ı Təfsili adlı əlyazma ilə bu tərcümənin eyni cildidə məcmuə halında olması çox gözlənildir. Bunlar getdi şeyə də, yəni deyir bəlkə bir kitabdır, amma o ayrı kitabdır. Ehtimalən, böyük ehtimalla sizin əlinizdə olan ya ilk öncə söz açdığınız Səlanikli Mustafa Əfəndinin tərcüməsidir, ya da Süleymaniyyə kataloqunda daha çox Şərh-i Səraciyyə adlı ilə keçən mənzum Osmanlıca mənzum deyil bu. Bu kitab şeir deyil və nəsr olaraq bir başqa kitabdır. O qabaqçının adı nə idi? İman-ı Təfsili deyil. Gələk burada yazıydım şeyi. İman-ı Təfsili ilə heç bir ilgisi yoxdur. Düzəltmə və dəqiqlik üçün təşəkkür edirəm. Əgər söz mövzusu olan əsər nəsr düz yazı formasındadırsa və İman-ı Təfsilidən ayrı bir əsər kimi götürülürsə, Osmanlı dil və hüquq tarixində Səraciyyə tərcüməsi dilində ağla gələn ən böyük və məşhur müəllif budur. Kim? Seyyid Şərifi Cürcani. Seyyid Şərifi Cürcani şərhinin tərcüməsi. Əslində Səraciyyənin miras hüququ ən məşhur şərhi ərəb dilində Seyyid Şərifi Cürcaniyə muilidir. Osmanlı dövründə bu şərhin çoxlu türkcə nəsr tərcümələri edilmişdir. Lakin Süleymaniyyə kitabxanasında kataloqlanan və nəsr olaraq tanınan türkcə tərcümələr içində önə çıxan ad Müstəfa İbn Məhmud ya da Səlanikli Mustafa Əfəndi yuxarıda qeyd etdiyimiz kimi nəsr formasında olan və Səraciyyəni sadələşdirib
türkcəyə çevirən ən tanınmış alim odur. Onun əsəri Tərcüme-i Fəraiz-i Səraciyyə adı ilə bəllidir. Tamam, bu ehtimalən bu addır, amma biz mütməyin deyilik. Ha zaman yaşayıbdır. Bunun nədən isə yazmıyor ki, bu hançı? Ayrı adam yaz. Hacı İbrahim Əfəndinin yazıbdır, amma bu Selanikli Mustafa'nı yazmayıbdır. Selanikli Mustafa hançı Hicri ildə doğulub və ölüb. Selanikli Mustafa Əfəndi haqqında Osmanlı təzkirələrində və bioqrafik qaynaqlarda keçən tarixlər belədir. Doğum tarixi. Dəqiq doğum tarixi qaynaqlarda keçmir. Amma 18-ci əsrin ikinci yarısında Hicri yazdım, amma vəfat tarixi məşhur qaynaqlara əsasən 1252-ci Hicridə. Yəni bu ildə əgər bu adam çevirmiş olsa, ki mənə də belə gəlir, əlbəttə bunun bir iş görək, bəlkə o bizə köməklik eləyə. Qeydaq bu kitabdan bir əks salaq, deyək görək bunu tanıya bilir ya yox. Bəlkə bu bizə köməklik elər ki, əvvəl bu əksi edit eləyək. Fikrimlə bu qədər görər. Bunu indi bu Google-ə versək, bəlkə bizə tamam, burada yazaq ki, bu əlyazma Tərcüme-i Səraciyyədən bir səhifədir. Əcəba bu əlyazmadan bəlli ola bilir ki, bu əlyazma hansı tarixdə yazılmış ola bilir. Görək bu əlyazmaya görə bir tozihlər bizə verir ya yox. Burada bunu gördük. Görək təcziyə təhlil. Göndərdiyiniz şəkil üzərində apardığım araşdırma və mətnin dil və xətt xüsusiyyətlərinə əsasən bu əlyazma nüsxəsi haqqında bu nəticələrə gəlmək olur. Xətt və yazı üslubu. Bu nüsxə Nəstəli xəttinin Osmanlı katiblərinə xas olan sadə və oxunaqlı bir növ ilə yazılıb. Haşiyələrdəki qeydlər və mətn içindəki qırmızı mürəkkəblə yazılan başlıqlar, məsələn, məsələ, vallahu ələm bundan sonra 18-ci əsrin sonları və 19-cu əsrin əvvəllərindəki Osmanlı əlyazma sünnətinə çox uyğundur. Dil və səs xüsusiyyətləri. Mətndə istifadə olunan söqrə kimi yazılır və bundan kimi kəlmələrin yazılış tərzi klasik Osmanlı türkcəsini göstərir. Selanikli Mustafa Əfəndinin vəfatı 1252 Hicridə ya 1836 miladidə yaşadığı dövrdə bu cür nəsr, sadəlik və təlimat dili çox məşhur idi. Təxmini tarix. Nüsxənin kağız yapısı, şəkildə görünən rəng və toxuma və katib üslubuna əsasən böyük ehtimalla bu nüsxə 19-cu əsrin ilk yarısına
yəni 1800-1850 miladi 1215-1275 illər arasında aiddir. Yəni Səlahəddin Mustafa Əfəndinin yaşadığı və ya vəfatından dərhal sonrakı dövrün məhsuludur. Mətn haqqında qeyd. Şəkildəki səfhədə miras hüququnun fəraizi, ən çətin bəhslərindən olan ovladın ovladı, nəvələr və qızların miras haqqı ilə bağlı məsələlər izah olunur. Bundan sonra məlum olsun ki, kimi ifadələr bu, yəni belə bir şey yazıbdır. Bundan sonra məlum olsun ki, bunu kitabdan götürüb yazıbdır. Kimi ifadələr buranın bir dərslik və ya təlimat risaləsi olduğunu təsdiqləyir. Daha dəqiq bilgi üçün, əgər bu PDF-in son səhifəsi sizdə varsa, orada təmmət və ya kətəbəhu yazan katib ilə başlayan bir bölüm olmalıdır. Orada həm katibin adı, həm də köçürülmə tarixi sənə dəqiq qeyd olunur. Son səhifədə ad və tarix qeydə alınmamış görünür. Görünü də iştibah yazdıq. Bunu çevirə bilsək, düzəltsək. Əlyazmalarda, xüsusən mədrəsələrdə dərslik kimi istifadə olunan nüsxələrdə sonda katib adı və tarixin fəraq qeydinin olmaması tez-tez rast gəlinən bir haldır. Buna bətər, naqis, əbtər sözündən gəlir, bətər. Naqis nüsxə və ya katibin özü vaxtında qeyd qoymaması səbəb ola bilər. Lakin göndərdiyiniz şəkildəki xət yazı və kağız özəllikləri bizə çox şey deyir. Katib və məktəb üslubu. Bu yazı təb-təzə, yəni o dövrün standart, təliq və ya rüqi təbir qarşılığı bir şivədir. Hərflərin bir-birinə bağlanış tərzi, məsələn, olan, qızləri kəlmələrindəki lam hərfinin öz uzadılması 1800-cü illərin ilk yarısına çox uyğundur. Vau! Bu çox şahid. Mən bunu öyrəşsəm çox gözəl olar. Bu əslən Google-dən görüm bir şey istəsəm mənə öyrədər. Əcəba sən mənə əlyazmalarda türkcə əlyazmalarda hərflər necə şəkillənməsi və çəkilməsinə baxaraq əlyazmanı tanımaq haqda dərslər verə bilərmisin deyə bir sual soruşaq, görək ki, nə deyir? Böyük məmnuniyyətlə əlyazmaları tanımaq paleografi bir növ'i detektiv işinə bənzir. Osmanlı türk əlyazmalarında hərflərin şəklinə və katibin əl-ədasına baxaraq tarixləndirmə aparmaq üçün əsas prinsipləri sənə dərslik kimi təqdim edərəm. Çox gözəl, bunu sevdim. Bu mənim dərdimə dəyər. Bunu indi kopi edərəm, qoyaram, saxlaram, bunu diqqətə alıram. Dal hərfi və R hərflərinin uzunluğu. Bu hərflər tarix boyu 10 önəmli bilgi verir.
Qədim nüsxələr 15-16-cı əsr. Bu hərflər daha qısa, iti, bucaqlı və biraz küt olur. Çox gözəl. Pəs dal və r hərfi. Bu hərflər daha qısa, iti, bucaqlı və biraz küt olur. Gec nüsxələr 18-19-cu əsr. Göndərdiyiniz şəkildəki kimi dal və r hərfləri daha zərif, uzun və aşağıya doğru sürüşkən biz deyirik, sürüşkən nazik bir quyruqla çəkilir. Bir dəfə dal və r hərfləri daha zərif, uzun və aşağıya doğru sürüşkən nazik bir quyruqla çəkilir. Sizin bu nüsxədəki fizləri, qızləri kəlməsindəki r hərfi bu nazikliyi açıq göstərir. Tamam, qızları baxaq əvvəl burada kitabda. Qızların, qız hanı burada, qız sözü, qızlərinə, qız yazmayıbdır ki, qızlər yazıb. Amma r-lara baxsaq deyir ki, beləsidir. Tamam, düz deyir. Qızlar, bu da qızlar. Qız. Qızlar, düz deyir. Bu bir şeydir, öyrənmək, bunu yaxşı detektiv olmaq yaxşıdır. İki, kaf. Ç hərfinin keşidəsi, uzadılması. Katiblər səhifənin sağ və sol kənarlarını bərabərləşdirmək üçün bəzi hərfləri uzadırlar. Buna keşidə deyirlər. Sizin nüsxədə sonra kəlməsindəki kaf hərfinin yuxarı hissəsi kaf türki əlaməti uzun və yatay bir şəkildə çəkilir. Bu 19-cu əsr mədrəsə nüsxələrinin tipik xüsusiyyətidir. Hara getdi bu kitabı istəyirəm. O kəlməni harada dedi? Burada ki'yi görürəm. Amma bu misalda hangisini dedi? Dedi ki, sonra. Bundan sonra, bu s, sonra. Burada r o cürsi yazılmayıb. Da ç deyir ki, uzun çəkilib. Tamam. Sizin nüsxədəki sonra kəlməsindəki kaf hərfinin yuxarı hissəsi kaf türki əlaməti uzun və yatay bir şəkildə çəkilib. Uzun və yatay. Tamam, yatay. Yatay yəni kəc da, əyri. Bir şəkildə çəkilib. Bu 19-cu əsrin, tamam. Nöqtələrin birləşməsi. Nöqtələrin qoyulma tərzi sürət haqda xəbər verir. Diqqətli nüsxələr, nöqtələr tək-tək. Diqqətli nüsxələr. Nöqtələr tək-tək və dairəvi qoyulur. Səri, nəstəlik, rüqə nüsxələr. 2 nöqtə bir xətt kimi. 3 nöqtə isə kiçik bir papaq və ya sürətli və tədrisi dərs notu kimi olduğunu göstərir. Sin, şin hərflərinin dişləri. Əgər sin hərfinin dişləri bəlli deyilisi və düz bir xətt kimi çəkilirsə, bu nəstəlik təsiridir.
əgər sin hərfinin dişləri bəlli deyil və düz bir xətt kimi çəkilirsə, bu nəstəlik təsiridir. Şəkildə məsələ kəlməsinə baxsan, sin hərfinin dişlərinin iti olmadığını, daha çox dalğalarla keçdiyini görərsən. Bu da nüsxənin 1800-cü illərin klassik yazım üslubuna uyğunluğunu göstərir. Elmi məşq şəkil üzərində. Göndərdiyiniz şəkildə oladi kəlməsinin diqqət elə. Əlif olad. İndi bu oladı əvvəl tapaq görək hardadır. Biz gəlib bir iş görəydik, belə eləyirdik ki, bu rahat olaydı. Olad hardadır? Məcbur olacağım ki, bir dənə oxuyam, ha? Allah Allah. Hələ. Göndərdiyi şəkildəki ovladi kəlməsinə diqqət elə. Əlif uzun və əmuddur. Aşağıya doğru bir az maildir. Əliflə hər yerdə yazıbdır bu əlifidə. Nədən isə ovladda, həyələrdə, o birisilərdə o cür deyil. Məsələn, hamısında düzdür. Bir yerdə olmaqla onu demək olmaz ki, yəni mən burada görürəm oğul məsələn. Olsa, oğlan, amma, oğul. Yəni bunların hamısında atalarda əlif olmuş. Tamam. Əlif uzun və əmuddur. Burası düzdür. Aşağı doğru bir az maildir. Bəlkə adcad yaxşı deyil. Adcacan nəhəylə gəlir bəzisində görünür. Vav. Başı dolğun, quyruğu isə nazik və uzundur. Vav. Başı dolğun, quyruğu isə nazik və uzundur. Vav. Hər yerdə bunu görürük bu şəkildə. Başı. Tamam. Dal. Özündən olan hərf ilə birləşmədiyi üçün sərbəst və uzun çəkilir. Dal. Xudda var. Qıldı. Dərd. Dörd. Dördüdə məsələn var. Dedinə mənə. Özündən olan hərf ilə birləşmədiyi üçün sərbəst və uzun çəkilir. Dörd. Təklərə baxırıq indi burada. Görək ki, bu tək olan dalar. Məsələn, ədəbdəyi ol qədər edib. Edibdir bu. Eddi. Amma o cür görürük. Dəxidə o cür görürük.
yaxud da o cür d-dır, yəni rəsmən o d elə, yəni yaxud olsa Cəlibdir, bu mənə gözəl bir fikir verəcəkdir. Məsələn, yapışıq d-la təht d-ın fərqləri yazıda çox ciddi görsənir. İstəyirsiniz bir növbəti dərsidə sizə sözlərin bir-birinə mindirilməsi tərkibi və sətirlərin sonuna doğru yuxarı mail olmasını olur. Bunun yanı sıra hər əsrdə hərflərin necə yazılması haqda bilgilər istərəm. Mail oldum ki, əski əlyazmaları tanımaq üçün hurufların şəkillənməsinə və tərkibinə bir detektiv kimi baxın. Bu haqda dərslik istərəm. Gözəl. Mən bu zehnimə bu gün bunu saldım. Cəlibdir. Bunu öyrəşdən fikir edirəm ki, bir farsça karagah deyirlər. Bir detektiv kimi, bir uzman kimi hərflərin yazılığına baxmaqla adam eləyə bilər ki, fərqləri düşünsün və çağları tapsın. Hangi çağdadır, hangi çağda yazılmayıbdır. Böyük məmnuniyyətlə bir əlyazma detektivi, paleoqraf olmaq üçün hərflərin əsrlər boyu keçirdiyi təkamül mərhələlərini bilmək vacibdir. Osmanlı türk əlyazması sünnətində hərflərin forması sırf zibaşünaslıq deyil, həm də o dövrün sürəti, texnologisi və kağız keyfiyyətini əks etdirir. Bu dövr əsrlər üzrə hərflərin şəkillənməsi dərsi. Bu dövr əsrlər üzrə hərflərin şəkillənməsi dərsi. Çox gözəl, amma az deyir. Elə bir şey gələk bunu mən hər sualına cavab tapam. Tamam. Burada 1 saat 55 dəqiqə oldu üst-üstə. 2 kitabla bugün tanış olduq. Birincisi oldu Tərcümeyi Səraciyyə. Bu İrso Miras haqda 292 səhifədə yazılıb. Təəssüflə yazanın adı və hangi tarixdə yazıbdır onu tapa bilmədik. Amma ChatGPT və Gemini dedi ki, bu ola bilər ki, Sıranikli Mustafa Əfəndi, əgər səhv eləmirsəm, dedi. Sıranişli, bəli, Sıranişli Mustafa ehtimalən dedi bu tərcümə eləyibdir.
Selanikli Mustafa. Mustafa, ama bunun adı neydi? Kamil adı Mustafa İbni Məhmud Əfəndi. Ehtimalən bu mütərcimdir. Əsl kitab ərəbcə imiş və onu yazan Seyyid Şərif Cürcani. Ərəbcə Seyyid Şərif Cürcani yazmışmış. İkinci kitab ki, onu oxumağa başladıq. Biraz oxuduq və şeir şəklindədir. İman-ı Təfsili adındadır. Bu da 78 səhifədir. Yenə də bunun yazarı və tarixi bilmir. Çox vacibat haqdadır və şəriyyat. Əslində desək şəriyyat daha yaxşıdır. Çünki vacibat şəriyyatın içindən biridir. 7 dana ki saydı, onlardan biri də vacibatdır. Ona görə yazıq şəriyyat ki, tamam bunları tutsun. Şeir şəklində yazıb bu. Amma adına şeir deyirik da, amma bu ədəbiyyatda bunun özünün bir fərqli adı var. Allaha şükür olsun ki, bu günləri ömrü verdi, biz eləyə bildik bu iki kitabı tanış olaq. Hər ikisi də ağır təxəssüsü kitabdır. Özəlliklə ikinci kitab, yəni İman Təfsili birinci idi, mən burada indi yazanda ikinci yazdım, amma əslində o ikinci kitab Səraciyyə, tərcümə Səraciyyə miras haqqında olan bir kitabdır. Bu haqda 3-4 dənə öncədən kitab oxumuşduq türk dilində ki, riyaziyyat mühasibələri üzündə çox mühasibə, yəni 150 səhifəlik bir kitabın məsələn 140 səhifəsi mühasibə idi, riyaziyyat cədvəllər idi. Ya biraz az, biraz çox, yəni o səhifələrini deməyək o qədər. Amma bu kitab tamamən demək olar ki, yazıdır, fəqət bəzi yerdə biz bunun çox az, yəni bəlkə 2-3 səhifə bunun cədvəli var idi. Məsələn, buracan gəlmişik, cədvəl yoxdur, kitabın hardasa yarısını geçmişik. Bir dənə fikirəm ya 2 dənə cədvəli var bu kitabda, qalan yoxdur. Məsələn, burada belə bir şeylər var qıraqda. Burada məsələn bir şey yazıb, çıqqılı, cədvəl kimi bir şeydir. Yəni sol sudur, nə mənədir? Məsələn, bunları yazıb. Burada da aynıdır. Yəni çox az bir məsələn, burada bir ədədlər yazıbdır. 2 dənə. Yəni hamısını yığsaq, məsələn 2, 3, 4 sm, 5 sm yer tutubdur. Yəni o birisi kitablarda dedik ki, məsələn 150 səhifədən məsələn 140 səhifəsi fəqət cədvəldir. Yəni çox riyazi vəziyyətdə çox geniş məsələ yazır əvvəl, məsələni sonra da həll edir. Bu kitabda əslində cədvəl yoxdur. Fəqət yazı ilə bunu şey edir. ChatGPT və Gemini bizə dedi ki, bu kitab dərslik ola bilər Osmanlı dövründə və indi onun tarixində təəssüflə diqqət eləmədim, yazmadım ki, hangi tarixdə dedi bu Mustafa Əfəndi ola bilər. 1800 miladi illəri və 1800-ün əvvəlləri dedi, əgər səhv eləmirsəm. Selanikli 1800 dedi, əgər səhv eləmirsəm. Mənim yadımda qalan o cür oldu, amma
1252 miladi 1836 1252 İslami Hicri 1836 ehtimalen əlbəttə bu yəni %100 bu deyil, amma ola bilər ki bu kitab 1252-də yazılmış olsa ehtimalən. İndi bunu da çıxarsaq bu təqribən buna bir şey vurmalıyıq. İndi 1447-ci il yox, ondan çıxsaq 1252. Bu kitab 195 il bundan öncə yazılmış olar ki, normalda biz bu kitabları oxumuruq, amma tüm bu kitab yenə də dedim 250 ilin olan, keçən 250 ildə yazılan kitabları türkçədə yazılsa, əlyazma da olsa oxumuruq. Çünki onlar normalda düşmənlərin, türk düşməni və İslam düşməninin təsiri altında qalan insanlar yazıblar. Məsələn, bizlərin hamımız o təsirin altında qalmışıq. Və bir növ şeydalığımız, şiftəlığımız vardı batılılara və onları özümüzdən üstün görürük. Əlbəttə, texnolojik olaraq da üstündülər, əxlaq olaraq da bizdən millət olaraq, nəinki dövlət və sistemdən ya şeydən danışmıram, onlar yox. Millət olaraq bizdən üstündülər, əxlaq olaraq və elm olaraq bizdən üstündülər. Yəni bunu qəbul eləməliyik. Amma biz onların işğalındayıq, yəni dövlətlərinin işğalındayıq. Onları oxumuruq, amma bu kitab daha çox şey olduğu üçün və bir də bilmədik. Yəni bilmədik kim yazıbdı, hangi tarixdə yazıb, ona görə bunu oxuduq. Yəni bilsəydim bəlkə oxumazdım, amma bunu dedim, bir də çox özəl, çox təxəssüsi miras haqqında olduğu üçün bir fərqli bir şeydir. Hər halda sağ olun, sağ qalın. Allah ömür verirsə bir ayrı gün, bir ayrı kitablarla tanış olmağa çalışacağıq.